İctimai xadim, araşdırmaçı, publisist, ilahiyyatçı Mədəni Niyyət qəzetinin təsisçisi və baş redaktoru Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin növbəti məclisi keçirilib. Bu dəfəki tədbir eyni zamanda aləmlərə rəhmət olaraq göndərilmiş Məhəmməd Peyğəmbərin və övladı Cəfər Sadiqin mövludları ilə üst-üstə düşdüyündən məclisin əhəmiyyətini daha da artırıb. Bəli, bu günlərim ənənəvi olaraq yenə şəhidlərimiz üçün gözəl bir süfrə açmışıq, gözəl bir tədbir açmışıq. Bugün ünvanımız Həzrəti Peyğəmbər əleyhissalamın ünvanıdır. Yəni, aləmlərə rəhmət olaraq göndərilmiş Həzrəti Muhammed Əl-Mustafa əleyhissalamın mövlud mərasimidir. Onun adına şəhidlərimiz üçün gözəl bir tədbir açmışıq, gözəl bir ehsan süfrəsi açmışıq. Həmişə olduğu kimi çalışdığımız qədər şəhidlərimizi, daha doğrusu şəhid analarımızı, qazilərimizi bu tip tədbirlərlə dəvət edirik ki, biraz onların başını qata bilək. Düzdür, 5 il keçməyinə baxmayaraq, amma yenə də onların qəlbləri yaralıdır. Bizim vətənimiz, millətimiz, xalqımız, dövlətimiz var olsun ki, bizə bu şəraiti yaradırlar və bu şəraiti yaratmaqla hər kəs özü öz vəzifəsi ilə, hər kəs özü öz qüdrətində olan, bacardığı qədər onların yanında olur. Bizim də bacardığımız budur ki, biz şəhid analarımızın yanındayıq. Bacardığımız budur qazilərimizin yanındayıq. Heç olmaya hərdən bir, 3 aydan, 5 aydan bir belə bir tədbirlər edirik ki, biz onları aşılayaq ki, biz Həzrəti Peyğəmbər yolu ilə sizin yanınızdayıq. Biz onlara aşırırıq ki, Həzrəti Muhammed Əl-Mustafa sallallahu aleyhi və səlləmin yolu ilə sizin yanınızdayıq və sizin üçün, sizin balalarınız üçün, sizin balalarınız, şəhidlərimiz ki, onların qanları yerə töküldü, qanları axdı və o qanların üstündə, torpaqların üstündə biz addımlaya-addımlaya yaşayırıq. Biz ən azı bacardığımız budur ki, onlara bu bacarığımızı göstərməyə çalışırıq. Mənəvi dəyərlərə həsr olunmuş məclis Allahın müqəddəs kəlamı Quran-ı Kərimdə müxtəlif ayələrin oxunuşu ilə başlayıb. Daha sonra Azərbaycan torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbir ilahi musiqi sədaları altında mədəni ictimai proqramla davam etdirilib. Məclisi giriş sözü ilə açan Hacı Rahim İsmayılov şəhid analarını, ailə üzvlərini, qaziləri, möhtərəm qonaqları salamlayaraq tədbirin məramı haqqında məlumat verib. Tədbirdə ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıçılar, tanınmış ictimai xadimlər, teleaparıcılar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının sədrləri və nümayəndələri çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Xalq Rəhbər Birliyinin zirvəsi sayılan Qarabağ müharibəsində qazanılan zəfəri yüksək şəkildə qiymətləndiriblər. Tədbirin xüsusi qonaqlar sayılan şəhid anaları, qazilərin çıxışı məclisi daha da nüfuzlu edib. Bu günləri mən çox minnətdaram. Bugünkü gündə hər dəfə Hacı Ramin bizə belə gözəl sürprizlər eləyir, belə gözəl stollar açır. Bugünkü gündə Peyğəmbərin mövludu günü, ən gözəl günümüzdə bu süfrəni açıb şəhid ailələrini, şəhid analarını yad eləyirsə, Allah ondan razı qalsın. Bir daha da bir sözü vurğulamaq istəyirəm. Mən cənab prezidentimizə o qədər minnətdaram ki, bu gözəl günləri bizə arzulayıbdır. O bütün Qarabağ zonalarına ki, şəhid ailələri gedir, o torpaqlara ayaq basır, o şəhidlərimizin qanını ki, biz görürük. Bir yandan kövrəlirik, ürəyimiz pis olur. Amma bir yandan da sevinirik ki, ermənilərin əlindən o torpaqlarımız çıxdı. Şükür bugünkü günümüzə. Allah Hacı Ramin kimi oğullarında canan sağ eləsin ki, heç vaxt bizləri unutmur, həmişə bizləri yad eləyir. Məclis barəsində deyə biləm, bir dəfələr belə bu məclislərdə olmuşuq, Hacı Ramin qurduğu məclislərdə olmuşuq.
İnan rahatlıq tapırıq. Mən Hacı Rahimi demək olar ki, Ağacılı şəhid olandan sonra tanımışam. O bizim evdə dəfələrlə bizim evdə olub. İnan onun şəhidliyin zirvəsini izah eləməyi bizim ruhumuzu dincəldir. Və mən bunda rahatlığı, sakitliyi onda tapdım. Və desəm ki, mən çox da məclislərə getmirəm. Yəni getmişəm, bu cür mənə rahatlıq tapa bilmirəm. Burada mən çox rahat oluram məclisdə. Bilmirəm niyə. Ya məclisin ab-havasındandır və yaxud məclisin təşkilatçılığındandır ki, bizlərə şəhid analarına xüsusi hörmət, xüsusi qayğı var. Dediyim kimi, çox tədbirlərdə olmuş, çox məclislərdə olmuş, ancaq bu cür rahatlıq olmur. Çünki mən bu cür qayğını başqa məclislərdə bəlkə də görə bilmirəm. Bəlkə də var, mən görə bilmirəm, ola bilər. Çox rahat oluram. Allah qəbul eləsin. Hər dəfə çağıranda sevə-sevə gəlirəm. Bugün ictimai xadim, publisist, ilahiyyatçı alim Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə, onun dostlarının və kömək edən insanların iştirakı ilə çox maraqlı, növbəti silsilə tədbirlərdən birində iştirak edirdik. Fikir verdiksə, şəhid ailələrin, şəhid anaları, bacıları, ailə üzvləri, qazilərimiz, ictimai-siyasi xadimlər, eyni zamanda jurnalistlər, cəmiyyətin müxtəlif qruplarını bir yerə yığıb, biz zəfər qazanmış xalqın nümayəndələri olaraq hər gün, hər an şəhidlərimizlə fəxr edirik, igidlərimizlə fəxr edirik, qazilərimizlə, hərbiçilərimizlə fəxr edirik. Bilirsiniz ki, bu yaxınlarda 27-si artıq sentyabrın 27-sində biz il dönümünü keçirəcəyik və bu tədbirin, bu məclisin də çox böyük əhəmiyyəti var. Çünki bu məclis bir daha sübut edir ki, illər bizi ayırsa da zəfəri heç vaxt unutmadıq. Bu zəfəri bizə yaşadan igidlərimizi heç vaxt unutmadıq. Şəhidlik ucalığına qalxmış bizim övladlarımızı heç vaxt unutmadıq. Məhz bu Azərbaycanı və Azərbaycanlıları birləşdirən çox müqəddəs bir amaldır. Bugün gözəl bir gecədir oradan da. Bizim İmam Cəfər Sadəxanın məğlub gecəsidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Belə gecələr tez olsa yaxşıdır. Şəhid analar bir yerə yığılır və şəhid anaları bilir ki, biz onları çox istəyirik. Doğrudan tez yığılanda onlar o varlığı hiss edirlər. Nə analarımız can qurban, ümumiyyətlə şəhid valideynlər canımız qurban olsun. Həmişə demişik baş əyri olan qabağında. İnanın ki, bax indi Masaldan gəlirəm, bax bu dəqiqə. Dünən də Ağcabəddə idi, elə şəhid məclisinə bağlı, hər yerə gedirik. Harada gücümüz çatırsa biz şəhid olan yerdə biz hər yerdə təmənnası olmalıyıq. Biz sənətkarlardır, bax işimiz ancaq ondan ibarətdir. Bugün Hacı Rahimin təşkil elədiyi müqəddəs bir bayramdır. Təbii ki, bu ən əsas da Azərbaycan Respublikasının torpaqları bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə həsr olmuş bir tədbirdir, bir ehsan süfrəsidir. Şəhid ailələri bura yığılıb, şəhid milli qəhrəman ailələri, şəhid ataları, şəhid anaları və bu günləri biz bu dini bayram münasibəti ilə də həmçində şəhidlərimizin ruhunu yad edirik və onların yaxınları, əzizlərini Hacı Rahim bura yığır və onları şəhidlərimizi bir daha xatırlayırıq. Və biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq Hacı Rahimə dərin təşəkkürümüzü bildiririk ki, bu ənənəni heç zaman unutmur. Hər il 2 dəfə, 3 dəfə olaraq bu ailələri hər zaman bir yerə yığır. Təşəkkür edirik ki, belə insanlar, belə övladlar var. Sonda qonaqlara, şəhid analarına və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub. Möhtəşəm tədbir ehsan süfrəsi arxasında davam etdirilib. Müqabil Bəbirxanov, Ceyhun Raisimoğlu, Səs TV xəbər.